Herkese selamlar, bakıraq. Bugün sizlerle gördüğünüz kimi bir car parking sunucu inceleme videosu ile karşınızda olacağım. Bu videoda sizlerle Azerbaycan Türkiye sunucusunu inceledim ve bu videoda sizlerle Arjantin sunucusunu inceleyeceğim. Arjantin sunucusuna girək ve Arjantin sunucusunda neler olduğunu, olup olmadığını sizlere görək. Arjantin sunucusuna oyunu yüklədikdən indiyə kimi girməmişəm. Sonra Türkiye seviyencilərin videosuna baxanlar bilər ki, mən bu maşını almışdım. 10 milyon almışdım, inanmışdım. Pullu maşındır. Başlamaz kırdıq maşını. Skor satmalıyız. Maşın drift ayarda nədə belə zivir. Buranı çıxmır bir şey ki. Yəni sunucuda 3 nəfər var. Elə serverə girdim ki 3 nəfər var. 3 nəfər olduğuna görə deməli burada maşın satan olar. Gedək baxaq görək maşın satırlar. Satmasalar çıxacağam. Ayrı sunucuya girəcəm. Və dostlar maşın satmadıqlarına görə digər sunucumuza girək. Dostlar kanala abone olmayı, like atarsanız çox sevinirəm. 5K'da olacaq videosu. 5K'da da pulsuz car parking hesabı verdim diye bir tane video çəkəcəm. Arjantin sunucusunda neçə nəfər var? 38 nəfər var. Mən nədə? Arjantinlilər car parking oynamırmışdı deməli. Onlar ancaq futbola bax. Lionel Messi. O bilirəm sizə deyirsiniz Minecraft videosu gəlsin. Minecraft videosu yox. Mən istəyirəm çəkim, amma çəkəmirəm. Heç kəs yoxdur. Tək başıma nə çəkim. 5K'da dediyim kimi həm 10 nəfər eləyəcəm. Profillərdən elədiyim videolardan. 10 nəfər eləyəcəm və bir də 5K'da da olacaq videosu. Bu serverdə 4 nəfər var. 2 dənə qalerici var. Bunlar gedir və maşın satmağa. Aha getdilər. Gedim mən də çıxacağım xətə. Bu maşında nəsə problem var. Maşın getmir, həm də tez-tez bisiklet rolu sevirsən maşın fırlanır. Bu dəfə çıxanda gərək maşını da dəyişim. Görək dostlar, nə maşınlar var. Ona maşın Passat falandır. Satan var maşın. Bu satacaq. Satmadı, çıxdı. Dostlar maşın satan heç yoxdur bu serverlərdə. Hiç bilmiyorum, mən də rastgele sunucular seçdim. Bilsəydiniz Arjantin seçməzdim deyəcəm, bir dənə maşın gəlir xərtədən görür. Bu qaç. Saat. Nicat, Azərbaycanlı deyəsən. İngiliscə yazaq, bilməm. Uşamıqam, balam var. Maşını sat. Nicat Azərbaycanlı da bilirəm. Neçə milyon? 6 milyona kim bunu alır? 2 milyon verirəm. Ondan yuxarı vermərəm. 2 milyon. 6 milyon. Yəni heç birisi də elə belədir. 1500 falan. İşə almaram bunu. Galerici. Atletico nereden?
Galerici 2 milyon. 5 milyon nerede? 3M. Bunlar. 3 milyondan yukarı vermem. Abi İngilizce. Buralar sansürlüyorum ay. Söyle. Ay, polis maşını hadi. Kişi sen satalım. Supradı. Sion. Neyse. Bu defa da ben almıyorum. Axırda 1 milyon diyeceğim. O desək yox, qəbul eləməsə də mən onsuz da alarımdı. 6 milyon nədə? Kim alar bana iş? 2 dostlar, bu video heç elə belə çəkdim boş-boşuna. Ne olur rədd ol. Almıram. Kim yarısa məndən? O gəl aya bilsəydim. Almıram. Buna heç bir bax. Mənim maşının HP'sinə baxın. 755. İnanmıram 700. Satdın. Satdın hə. Oy boşun. Kaputu yoktu. Kaputunu ben de eləyə Ben istədiyim bütün maşınları yığalayım. Her gün her tür videolar çəkirəm ama ne maşın çəkirəm ama like atmırsınız, abone olmuşsunuz. 10 like cevabı o videoya. 10 like. Sata 1 milyon da falan. Belki qardaş mən 6 milyonu istirdi satsın satamadım. 3 milyona kimi yenirdi, mən ama almadım. 5 nəfər top verməm. Neçə? Qardaş 50 milyon ne? Ey 2 milyona çox verməm. 210 HP 2 milyon dəyəri yoxdur. Gel. Şey değil, bu alacağım tesisini hiç hoşuma gelmedi. Videoyu da kurtaraq. Ve dostlar, videomuz bu kadardı. Kanalımıza abone olup like atarsa çok sevinirim. Alacağım tesisini hiç hoşuma gelmedi. Maşın satan yok. 50 milyona Ferrari satan var. İndirim yok, çizim yok, heç nə yok. Bu sunucu bərbaddır. Heç kəs məncə gəlməsin. Bu sunucuya puanım 10 üstündən 1'dir düzünə. Arjantin sunucunda heç bir şey yok. Mən olsam ömür boyu girmərim. Rastgele girdim. Arjantin sunucusunu test elədim və heç xoşuma gəlmədi. Puanım 10 üstü 1. Video bu kadardı. Sağ olun, salamat qalın.